Artrit oynağın da olan iltihabı göstərir. Artroz da sümüklərin yeyilməsini göstərir. Təbii ki, o dərəcələr fərqli, ancaq ümumi xətti göstərirəm ki, yəni nə deməkdir? Artroz nədir? Artrit nədir? Sonra Ramiz müəllim deməsin ki, demədi. Artrit zamanı dediyimiz kimi proses iltihab prosesdir, ağırlı prosesdir. Onun dərəcələri var. İlkin vaxtlarda müalicə eləmək olduqca asandır. Sonraki etaplarda, oynaqlarda dəyişiklik baş verməmiş, verəndən sonra təbii ki, müalicə eləmək də biraz çətinləşir. Artrozda isə sümük, oynaqların başlayanda sümüyün yuxarı hissəsi bir-birinə toxunan hissələrində yeyilmələr əmələ gəlir. Və görürsən ki, bəzən səs elir, ağrı verir. Deyir, doktor, elə tərpənən kimi şak-şuk səs eləyirəm. O zaman təbii ki, prosesdən asılı olaraq o səsin də miqdarı arta bilir, ağrı da çox şiddətli ola bilir, bəzən yeriyə bilmirlər. Bütün hallarda elə yeri gəlmişəndi, yadıma düşdü. Bugün Sabirabad rayonuna bir ailə gəlmişdi. Təqribən bir 10 gün bundan qabaq bir ailə gəlmişdi, Sədaqət xanım və yoldaşı. Sədaqət xanımda xeyli 10 günün içində böyük bir dəyişiklik müsbət tərəfə. Bugün də öz bacısını, yoldaşını gətirmişdi. Bacısını, yoldaşını niyə oynağa görə gətirdim? Deyir, birdən-birə deyir, bilmirəm nə oldu. Oturdum, tənəyik var idi, kəsdim, sonra oturdum, neynədim. Duranda gördüm, dura bilmirəm, oynağımdan şiddətli ağrı, yeriyə bilmirəm, gəzə bilmirəm. Sonra bir oynağıma da keçdi. Bir gün çox ağır, bir pis vəziyyətdə gəldi doktor Seyfəddin klinikasına. Təqribən bir 2 saatdan sonra dedim, necəsən başladı idman eləməyə, oturub durmağa ki, vallah tərpənə bilirəm indi, bilmirəm nə oldu, çox yaxşı, xeyli fərq elədi. Yəni, nə demək istəyirəm? Mütləq mənada biz orada adi müayinə elədik laboratoriyada, SRP 6-ya qədər normada, artıq bunda 2 dəfə artıq idi, 12 idi. Yəni, Ramiz müəllim, onun müalicəsində arı zəhəri əvəzsizdir. Arı zəhəri qədər oynaq xəstəliklərində effekt verən heç nə yoxdur. Arının məhsulları da effektlidir. Ancaq arı zəhəri, adi oynaq ağrılarında, artritdə məsələn, arının üstündə olan o, hansı ki, bez parça var, propolisə bulaşmış, onu qoyursan, sarıyırsan, isidir, sarıyırsan, görürsən ağrılar apardı. Çünki təbii antibiotikdir.